Gabriela gəmisinə daxil olanda onun gəmi olduğunu dərhal unudursan. Pəncərədən dənizi görməsən, düşünərsən ki, oteldir. Təsəvvür edin, gəmi 12 mərtəbəlidir. Çox saylı liftlər, böyük vestibül, ora-bura qaçan uşaqlar, səs-küy, bayram əhval-ruhiyyəsi dərhal səni bürüyür. Çox mülayim və üzügülər personal hər dəqiqə köməyinizə çatmağa hazırdır. Əslində, həm Silja Line, həm də Viking Line şirkətlərinin bu istiqamətdə gecə-gündüz yorulmadan çalışan gəmiləri daha çox nəqliyyat vasitəsi kimi yox, əyləncə kompleksi kimi fəaliyyət göstərirlər. Yəni bu gəmilərə minənlərin 80%-i gedib harası çıxmaq məqsədini güdmür. Desən Sumqayıta gedir, yenə də minərlər. Çünki əsas məqsəd bu möhtəşəm və nəhəng su üstü oteldə dincəlib əylənməkdir. Bu tipli səyahətlər Rusiyanın şimalında və ələxüsus Sankt-Peterburqda çox populyardır. Çünki çox ucuzdur. 1-ci Pyotr və Leninin şərqli şəhərindən Finlandiya paytaxtına avtobusla cəmisi 20-30 avroya gəlmək olur. Qatar və gəmi ilə də gəlmək olar, amma onların qiyməti bir balaca bahadır. Lakin həlak edici dərəcədə yox. Gəlirlər Helsinkiyə, bir gün qalırlar, çünki bir gündən artıq Helsinkidə ruslar demiş delit neçeva, oradan isə bərəyə minib gedirlər Stokholma. Bir gecə də orada qalıb, sonra həmin gəmi ilə dönürlər geri, Helsinkiyə və avtobusa minib yollanırlar evlərinə. Səfərlərinin ən yadda qalan hissəsi isə elə həmin gəmidə keçirilən vaxt olur. Yeyirlər, içirlər, oynayırlar, həm rəqs oynayırlar, həm qumar. Amma deməzdim ki, Gabriela kazinosunun müştəriləri çox idi. Bəxti quruda da sınamaq olar. Finlandiyada qumar qadağı altında deyil. Gəmiyə bunun üçün minmirlər. Gəmiyə minirlər ki, doyunca əylənsinlər. Problemsiz həyat. Yorulanda taksi axtarmaq lazım deyil. 2 tin gedib kayutada dincələ bilərsən və dincəlib yenidən Gabrielanın şən və qayğısız ab-havasına qatılırsan. Salamat qal.